Bir nəfər alimlərdən biri danışırdı, deyir ki, siz Allahdan qeyrilərindən istəyirsiniz, ancaq gərək Allahdan istəyəsiniz. Deyir, özdə vəhdət tədbirinə getmişik, deyir. Bu təkfirçilərdən bir alim də adını da çəkmək istəmirəm. Nə danışanın adını çəkirəm, nə o deyənin. Deyir, elə girən kimi dedi, siz rafizilərlə, müşriksiz filansız, deyir, mən vəhdət üçün gəlmişik, düşdü mənim üstümə. Deyir, dedim ki, heç nə demədim, deyir, elə sakit dayandım. Bunda nə gəldi, dedi, Allahı qoyub başqalarından istəyirsiniz filan. Deyir, birazdan sonra deyir, oturduq, bunun bir xidmətçisi var, adı Əbdurrəhmandır. Dedi ki, Əbdurrəhman çay gətir, biraz söyəndən sonra ürək soydun, dedi, çay gətir. Əbdurrəhman çay gətir, dedim, şirk elədin sən. Dedi, niyə? Dedim, Rəhmandan istəyərlər çayı, Əbdurrəhmandan yox. Sən Əbdurrəhman sənə çay gətirəməz, gərək Rəhmanın özündən istəyəsən, Allahdan istəyəsən. Bizim də bu